Ədalətin səsini susturmaq istədilər, lakin bu mümkün olmadı və bu yol daima davam edəcək. Bu gecə birinci Qədir gecəsidir. Bəndənin dua və istiğfar etdiyi, Allah Taala'nın isə yer üzünə rəhmət və mərhəmət nazil etdiyi gecə. Bu gecə tarixdə həm də ağır bir qəm və hüzünlə yadda qalıb. Ədalətin tarixdəki simvolu İmam Əli ibn Əbu Talib əleyhissalam məhz bu gecə zəhərli bir qılıncla zərbə aldı və həmin zərbə nəticəsində 2 gün sonra şəhadət məqamına ucaldı. Bu günlərdə isə şiə aləmi və dünyada vicdanı oyaq olan insanlar ağır bir xəbərlə sarsıldı. Dünya yenə bir əli itirdi. Onun haqqında yayılan şəhadət xəbəri bir çox qəlbləri kövrətdi və ədalət tərəfdarlarını sarsıtdı. Belə bir söz var, deyirlər, yara təzə olanda ağrısı hiss olunmur. Ağrısı sonradan gəlir. Bəli, bu yaranın ağrısını dünya çox keçmədən hiss edəcək. Tarix bizə bir həqiqəti xatırladır. Haqq yolunun yolçuları çox zaman ağır imtahanlardan keçirlər və bəzən də bu imtahan onların qanı bahasına başa gəlir. Bu mübarək gecədə dua edək. Allah Taala şəhidlərin ruhunu şad etsin. Zəmanənin imamını tezliklə ümmətinə qovuşdursun. İslam dini qalib gəlsin və düşmənlər öz şərrində boğulsun. Allah ona yardım edənlərə mütləq yardım edər.